Çox hörmətli Kamran bəy, əziz soydaşım və əziz həmvətənim, əziz Azərbaycanlım. Siz bizimlə polemikada iddia edirsiniz ki, siz Osmanlı qaynaqlarından oxumusunuz ki, Şah İsmailin həyat yoldaşı əsir düşüb. Və bunu ciddi cəhdlə iddia edirsiniz və sanki şaha tənə edirmiş kimi görsənirsiniz. Birincisi, bir Azərbaycanlı o devrin Azərbaycana rəqib olan bir mənbəsindən öz hökmdarına qarşı dəlil kimi istifadə etməsi, hansı məntiqə, hansı ağla, hansı qürura sığır, əziz dostum? Bir. İkincisi, Osmanlı qaynaqlarında belə bir məlumatı keçməsi həqiqətdir. Amma onu da unutmaq olmaz ki, bu günləri bizim əlimizdə Taclı bəyimin əsir düşməsini inkar edən kifayət qədər yazılı və əyani sübutlar var. Yazılı sübutlardan da biri odur ki, Şah İsmailin vəfatından sonra, Çaldıran döyüşündən 10 il sonra Taclı bəyim kiçik Şah Təhmasibin əlindən tutaraq onu taxta çıxardıb. Bu aksiyomadır. İkincisi, əyani sübut isə ondan ibarətdir ki, Taclı bəyimin bu günləri məzarı bəllidir. Məzarı bu günləri bəllidir hardadır. Osmanlılar sadəcə şahın xarizmasına, şahın o ideoloji qüdrətinə qarşı anti-təbliğat aparıblar şaha qarşı və şahın qüruruna toxunmaq üçün onun yoldaşının əsir düşdüyünü vurğulayıblar. Bu doğru deyil. Hünər odur ki, bir məlumatı müxtəlif qaynaqlardan oxuyasan və ədalətli şəkildə qərar verəsən.